ittiham etdilər. Biz tam obyektiv tərəf olaraq bu məsələləri bugünkü verilişimizdə müzakirə etməyi planlaşdırırıq. İlahiyyatçı şərhşünas Samin Məmmədovla hər vaxtınız xeyir, xoş gəlmisiniz. Salam, xoş gördük, hər vaxtınız xeyir olsun. Deməli, öncə istəyərdim elə Samin bəy bu məsələdən başlayaq ki, bizim Azərbaycanın əməkdar artisti bir daha buradan ailəsinə dərin üzünlə başsağlığı veririk. Qəfil vəfatından sonra onun dəfni ilə bağlı, Vahabiliyi ilə bağlı söz-söhbətlər başladı ki, bunlar çox iyrənc söz-söhbətlərdir. Azərbaycan cəmiyyətinə heç yaraşmayan məsələlərdir. Biz təriqətçiliyi əleyhinəyik. Mən şəxsən özüm də Azərbaycanda, ümumiyyətlə dünyada müsəlmanlar bizi parçalayan elə bəhs bu təriqətçilik olub. Biz müsəlman olmalıyıq, Allahın yolunu tutmalıyıq, Quranın dediyi kimi həyatımızı keçirməliyik. Amma təəssüf ki, təriqətçiliklər var. Və bu təriqətçilik də nə edir? Bu elə ən çox da gəlir, toxunur elə İslamın birliyinə, insanların həyat tərzinə və belə insan həyatını dəyişəndən sonra ailəsi bu qədər ağır acının içində ola-ola başladılar bu adam haqqında belə fikirlər səsləndirməyə. Sizin bu haqda hansı məlumatınız varsa, o Cabir İmanovun dəfni ilə bağlı, namazı ilə bağlı çox ciddi müzakirələr getdi. İstəyərdim hər sahənin özünün professionalı var da. Məsələn, mən durub dindən danışsam, mənə gülərlər, deyərlər ki, öz işinlə məşğul ol. Amma siz bu barədə ixtisaslaşmış bir şəxs olduğunuza görə sizi dəvət elədik ki, bunları bizim üçün açasınız. Təşəkkür edirəm ilk olaraq və Bismillahirrahmanirrahim deyirəm. Cabir qardaşımıza uzaq Allahdan rəhmət diləyirəm, məğfirət diləyirəm Allah Təaladan amin və ailəsinə səbr diləyirəm həqiqətən. Və son zamanlar tanınmış insanların cavan dünyasının dəyişməsi həqiqətən bizə nəyə göstərir? Ölümü daha çox xatırladır. Hamı bilir ki, öləcəyik, amma hamımız elə bilirik ki, 100 il, 1000 il yaşayacağıq. Ona görə də Allah Təala Quran-ı Kərimdə buyurur ki, "Kullu nefsin zaiqatul maut." Hər bir kəs ölümü dadacaqdır. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, "Əksiru min zikri hədmil ləzzət." Ləzzətləri darmadağın edən ölümü çox xatırlayın. Və hər birimizi öləcəyimizi xatırlayan zaman istər-istəməz uca Allah ibadətimizi artmalıyıq, salih əməllər etməliyik, insanların haqqına girməli deyilik ki, çünki hər birimizi bu ölüm gözləyəcək. Həmçinin maraqlı bir hədis dediyim ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, qəfil ölümün artması qiyamətin yaxınlaşmasına işarədir. Qəfil ölümün artması. Həqiqətən də statistika göstərir ki, dünya statistikası, qəfil ölümlər son zamanlar həddindən artıq artıb. İnsan, misal üçün, ürəyi birdən tutur və s. sağlam olur, ya elə bir ciddi xəstəlik olmur ki, tez bir zamanda dünyasını dəyişir. Bunu hədisdə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm deyir, qiyamətin əlamətlərindəndir və həqiqətən də bu doğrudan da indi üzdə çıxmışdır. Cabir qardaşımıza bir daha uca Allahdan rəhmət diləyirəm, məğfirət diləyirəm və xalqımızın bəzi o siz deyən kəslərinə də şey, Allahdan insaf diləyirəm ki, çünki insan kimləsə fikir ayrılığında ola bilər. Bu normaldır. Amma insanın mənəviyyatı olmalıdır ki, insanlıq olmalıdır ki, bir insanın valideynləri, ailəsi, övlad, uşağı yas keçirir və efirlərdə müəyyən səbəblər xatirinə bəziləri yayırlar ki, Cabir Vəhabi idi və s. belə yalanlar, şərlər, böhtanlar yayırlar. Lakin maraqlı bir mövzuya toxunmaq istəyirəm ki, hətta ümumilli liderimiz Heydər Əliyev özünün şəxsən danışığı var, deyir ki, Azərbaycanda Vəhabilər yoxdur. Əgər belə bir olan təqdirdə, sözsüz ki, o bu sözü deyib 90-cı illərin sonunda. Və şər atanlar, böhtan atanlar deyirlər ki, Vəhabilik 90-cı illərdən bəri yayılıb. Əlbəttə ki, Allah rəhmət eləsin, Heydər Əliyev bunu daha çox gözəl bilirdi və elə bir şey, elə bir yol, təriqət olmadığını bilirdi və o söz deyib ki, Azərbaycanda Vəhabilər yoxdur. Güzəştə gedərək lap deyək ki,